Diqqət! Bu məqalə yalnız məlumatlandırma məqsədi daşıyır və həkim məsləhətini əvəz etmir. Hər hansı bir dərman vasitəsini istifadə etməzdən əvvəl mütləq həkim və ya əczaçı ilə məsləhətləşin. Triderm məlhəmi. Dəri problemlərində üçlü təsir. Triderm məlhəmi tərkibindəki 3 aktiv maddənin kombinasiyası sayəsində müxtəlif dəri xəstəliklərinin müalicəsində istifadə olunan kompleks təsirli bir dərman vasitəsidir. Bu məlhəm iltihab əleyhinə, antibakterial və göbələk əleyhinə xüsusiyyətləri özündə birləşdirir. Triderm məlhəminin əsas təyinatı bakterial və ya göbələk infeksiyaları ilə ağırlaşmış və ya bu cür infeksiyalara şübhə olan dermatozların dəri xəstəliklərinin yerli müalicəsidir. Triderm məlhəminin istifadə edildiyi hallar bunlardır. Dermatitlər, sadə allergik və atopik dermatit, neyrodermit kimi müxtəlif NV dermatitlərin müalicəsində təsirlidir. Ekzema, qaşınma, qızartı və qabıqlanma ilə müşayiət olunan ekzemanın simptomlarını yüngülləşdirir. Dermatomikozlar, dərinin göbələk xəstəlikləri, o cümlədən dəmrov, müxtəlif rəngli dəmrov da daxil olmaqla və kandidioz zamanı, xüsusilə də qasıq nahiyəsi və böyük dəri büküşlərində lokalizasiya olunduqda istifadə olunur. Tərkibi və təsir mexanizmi. Triderm məlhəminin effektivliyi onun tərkibindəki 3 əsas komponentlə əlaqədardır. 1. Betametazon dipropianat. Güclü bir kortikosteroid olub, iltihabı, qızartını və qaşınmanı effektiv şəkildə azaldır. 2. Klotrimazol. Geniş spektrli göbələk əleyhinə vasitədir. Dəridə göbələk infeksiyalarını törədən bir çox növə qarşı təsirlidir. 3. Gentamisin. Geniş təsir spektrinə malik bir antibiotikdir və dəridəki bakterial infeksiyalarla mübarizə aparır. Bu 3 komponentin birgə təsiri həm iltihabı aradan qaldırmağa, həm də mövcud olan və ya yarana biləcək bakterial və göbələk infeksiyalarını məhv etməyə imkan verir. İstifadə qaydası və əks göstərişlər. Triderm məlhəmi həkim təyinatı ilə istifadə olunmalıdır. Adətən, məlhəm nazik təbəqə şəklində zədələnmiş dəri səthinə və ətrafdakı sağlam dərinin kiçik bir hissəsinə gündə 2 dəfə səhər və axşam çəkilir. Müalicənin müddəti xəstəliyin növündən və ağırlığından asılı olaraq həkim tərəfindən müəyyən edilir. Bəzi hallarda triderm məlhəminin istifadəsi əks göstərişdir. Bunlara dərinin vərəmi, sifilisin dəri təzahürləri, su çiçəyi, sadə herpes, dəridə peyvənddən sonraki reaksiyalar və preparatın komponentlərinə qarşı yüksək həssaslıq daxildir. Həmçinin 2 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür.